Axşamınız xeyir olsun, əziz və hörmətli izləyicilər. Hər birinizi salamlayıram. Gözəl dostlar, gözəl qardaşlar, sizləri Azərbaycanımızın qədim, həm də gözəl şəhərlərindən biri olan Xankəndi şəhərindən salamlayıram dostum Vüsalla. İstəyirəm buradan sizlərə bir gözəl şad xəbər çatdıram. Belə ki, gözəl qardaşlarımız, bacılarımız hesabımıza çox gözəl yardımlar göndərib. Bu yardımların içərisində həm Cəsarətin evinə, həm Emin qardaşın, həm Şöhrətin ailəsinə, həm də ki, neçə gündür narahat olduğumuz yardım toplayıb, bir ayağını itirmiş, digər ayağını da itirməməsi üçün köməklik göstərmək istədiyimiz Yevlax sakini İntiqam əmmimiz üçün. Sizlərə bildirmişdik ki, İntiqam əmmiyə 1500 manat pul lazımdır ki, ayağının biri kəsilməsin. Bunun üçün qardaşlarımızın, bacılarımızın maddi dəstəyi ilə 1100 manat pul toplamışıq. Yəni İntiqam əmmiyə 400 manat yardım da toplasaq, İntiqam əmminin ayağı inşallah ki kəsilməyəcək. Sağ olsun qardaşlarımız, bacılarımız. İndi inşallah sabah və yaxud birisi gün ümumi hesabatımızda qeyd edəcəm kimlər hansı yardımları göndərib. Elə bax, bu ayaqlarım pilot qardaşımız 230 manat hər zaman olduğu kimi yardım göndərdi. 100 manat Cəsarətin evinə, 100 manat isə İntiqam əmmiyə. Beləliklə, İntiqam əmmimizin əməliyyatı üçün 400 manatımız kəsirdi. Bax, sizlərdən xahiş edirəm, gözəl dostlar, gözəl qardaşlar, yardım əlinizi əsirgəməyin. İntiqam əmminin ayağı inşallah kəsilməsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Bugün biz bu qədim, gözəl şəhərimizə, Qarabağımıza gəlib bu gözəllikləri görməkdə o şəhidlərimizə, qazi veteranlarımıza borçluyuq. Allah hər birinə ruhun şad eləsin, şəhidlərimizin, qazi veteranlarımızın və əskərlərimizin, zabitlərimizin canını sağ eləsin. Gözəldir və bir xəbərdə, bir şad xəbərdə çatdırım ki, artıq əziz dostlar, yəni Xankəndinə, Şuşaya gəlmək üçün bütün yollar tam asfaltlaşdırıldı. Yəni əvvəllər bir həftə 10 gün bundan öncəyə qədər gələrkən deməli Xıdırlı yolu bağlı idi. Ağdamın içərisindən gəlirdi qırıntavay yol. Ağdamdan isə Əskaran, Xocalı. Yəni yol qırıntavoydu. Təxminən 30-35 kilometr qırıntavoy yol gəlirdi. Artıq da qırıntavoy yol gəlmirik, birbaşa asfalt. Yəni ki, Bərdədən asfaltla gəlirsən düz Xankəndinin girişinə qədər. Yəni ki, gəlib getmək, əziz dostlar, həmi avtomobilinizdə yaxşı qalır, həmi yanacağa qənaət, həm də vaxta qənaət. Yəni ki, Bərdədən Xankəndinə 43 dəqiqəyə gəlirsiniz. Gözəl, gəlin, bax bu gözəl şəhərimizi, gözəl bu yurdumuzu, yuvamızı hər biriniz gəzin, ziyarət edin. Bura bizim tarixi, qədim şəhərimizdir. Xankəndi daimi Azərbaycanın tərkibində Azərbaycanın gözəl şəhəri olubdur. Odur ki, buralara gələrkən, ayağınızı bu torpağa basarkən şəhidlərimizi heç zaman unutmayın. Onların canı, qanı bahasına, salam aleyküm, salam, nətərs. Onların qanı, canı bahasına biz bu gözəl torpaqlarımızı gəldik, gördük. İnşallah əzizlərim, Cəsarətin evinə hələ ki hörgü ustası tapa bilməmişik. Usta ilə bağlıdır işimiz. Usta tapan kimi işimizə başlayacaq. Yəni bizdən asılı deyil. Tamaşaçılarımız da, izləyicilərimiz də hərdən həm bizi qınayır, həm də narahatdılar ki, Cəsarətin evi niyə qalır?
Vallah deyirəm, Allah and olsun, ustadan asılıdır. Əgər usta bilirsinizsə, hörgü ustası bilirsinizsə, bizimlə əlaqə saxlayın. İşimizə bax, günü sabahdan başlamağa hazırıq. Yəni bizdən asılı olmayan işlərdir. Biz çalışırıq ki, efirimizdə videolarımız olsun. Videolarımızın olmaması bizə ən çox mənfi təsir göstərir. Kanalımızın reytinginə, kanalımızın izləyicilərimizin necə deyirlər, kanalımızda uzaqlaşmasına gətirib çatdırır. Çalışırıq ki, hər gün işimiz olsun, video çəkilişlərimiz olsun ki, tamaşaçılarımız da daimə yanımızda olsun. Səhər-səhər Ağdamlı mübariz qardaşımız da 50 manat yardımcı olub. Yəni dediyim kimi, son 2 gün ərzində 1000 manata qədər yardım gəlibdir ümumi layihəmizə. Allah hər birinin canını sağ, ömrünü uzun eləsin. Gözəl izləyicilər, gözəl qardaşlar, gözəl bacılar. Allah elimizi, obamızı, millətimizi, xalqımızı hər zaman var eyləsin. Baxın, görün necə də gözəl bir şəhərimizdir, Xankəndi şəhəri. Və sizlərə buradan da bir söz verirəm. Bayaq biz təxminən getdik Xocalının, deməli, bir kəndi ki var, gözəl izləyicilər, kəndin adı yadımdan çıxdı. Sizlərə inandırım ki, Qarabağımızın ən gözəl yeridir. Xocalının məhz o kəndi. Biz bayaq getdik, çox gedə bilmədik, çünki, salam aleyküm, sağ ol. Yanacağımız az idi, ona görə çox gedə bilmədik. Amma sizlərə söz verirəm ki, oradan bir gözəl çəkilişimiz mütləq şəkildə olacaq. Kəndin adı yadımdan çıxdı, amma çox möhtəşəm bir kənd. İnanın ki, bəlkə də dünyada elə bir gözəl təbiəti olan, mənzərəsi olan elə bir kənd ola bilməz. Dağların ətəyində çox gözəli, çox gözəl, çox müasir bir kənddir. Hər bir şəraiti var. İstər apteki, istər marketləri, yeməkxanası. Bir gün oradan sizlərə bir gözəl çəkiliş çəkəcəm və görəcəksiniz. Əvvəllər biz Qarabağa gəlib gedərkən, yəni biz ya Əskaranın, ya Xocalının, ya Laçının, ya Xankəndinin demək olar ki, az bir hissəsindən keçirdik. Belə bir təsəvvür yaranırdı ki, bu rayonlar balacadır, kiçikdir, amma gedib, gəzib, gördükdən sonra əmin olursan ki, yox, çox böyükdür, həqiqətən də çox böyükdür. Gəlin, gəzin, indi Allaha şükür, əvvəllər, salam aleyküm, nətərsiniz, nə var, nə? Görürsünüz, Xankəndində hamı bizi tanıyır, hər kəs bizi tanıyır. Nətər vəziyyət? Nə qulluq edin? Sən sağ ol, biz sağ qulluq. Öpürəm, bağrıma. Yerimiz deyil burada. Allah sağlığı sağ ol, deyil. Siz də gəlir, bir şırvanla. Deyil, hamısı, hamı buradadır. Nətərsin? Orxanda buradadır, vəziyyət. Selamünaleyküm. Assalamualeykum. Nə var, nə? Buradan bir ümumən Bərdiyə salam olsun. Bütün Azərbaycana. Keşke. Öpürəm, Allah sizlər versin. Allah sizlər qorusun. Deyirəm, Allaha and olsun, gözəl izləyicilər. Bu elə bir hissdir. Elə bir hissdir ki, bu hissi heç nə əvəz etmir. Bu hissi heç nə ilə əvəz etdirmək olmur. Deməli, bayaq Xankəndinin girişində yanacaq doldurma məntəqəsində maşınımıza yanacaq vururam. Dostuma deyirəm, misal, həqiqətən adam gözlərinə inana bilmir. Biz 6 il bundan öncə Tərtərin Təzə kəndindən bax bu yerlərə lap uzqardan, uzaqdan baxanda heç belə təsəvvürümüzə gəlməz idi ki, biz gedib o Xankəndində gəzəcəyik, Xankəndində maşınımıza yanacaq vuracaq. Bu həqiqətən böyük bir hissdir, böyük bir hadisədir Azərbaycan tarixində. Biz nəhayət ki 200 ildən sonra itirilmiş torpaqlarımızın bir hissəsini geri qaytara bildik. Bu da bizim bir daha Müzəffər ordumuzun və Müzəffər Ali Baş Komandanımızın siyasətinin və onun əzmkarlığının sayəsində olubdur. Ordu, xalq və Ali Baş Komandan hamımız iradə ortaya qoyub və bu gözəl Qarabağımızı düşmən tapdağından geri qaytarmışıq. Maşallah, Xankəndi şəhəri
çoxdur. Burada sakinlər çox yaşayır. Ən çox da burada bizləri sevindirən tələbələrimizin burada təhsil almasıdır. Universitetlərin burada fəaliyyət göstərməsi bizi çox sevindirir. Hava çox soyuqdur. Yəni burada çox dayanmaq olmur. Hava çox soyuqdur. Özünüz də görürsünüz üzümdə olan sevinci, üzümdə olan təbəssümü. Bu bir Azərbaycanlı olaraq, bir şəhid ailəsi olaraq bizi çox qürurlandırır, çox sevindirir. Eşq olsun Azərbaycanımıza. Qarabağ həmişə Azərbaycandır. Yaşasın Azərbaycan xalqı, yaşasın elimizin, obamızın dəyərli, qiymətli insanları. Sağ olun qardaşlar, bacılar. Allah sizləri var eləsin. Bu çəkilişi çəkməyə də özümə borc bildim və sizlərlə bölüşürəm bu gözəl hissi. Allah sizləri qorusun inşallah.